Yəni o vaxtda sən yeni avtomobil alırdın və 5 il sonra, 6 il sonra avtomobildə paslanmalar, çürümələr falan görə bilirdin və bununla da keyfiyyətsiz idi açıq desək və bununla da Çin avtomobillərinə belə bir damğa yeridildi ki, Çin avtomobilləri pisdir, keyfiyyətsizdir. Hibrid var, plug-in hibrid var, sonra elektrik var, təzə şeylər çıxır. Bəzən bir də çaşbaş qalır. Sıfır avtomobili zaten 5 il sonra 4 il sonra yenisindən əvəzləməli olursunuz. Yəni məncə artıq bazarda Azərbaycan üçün biraz real deyil axı. Sizə bir dənə söz deyim, əvvəl elə deyildi. Artıq bu real. Uşaqlıqdan bəri divarda şəkli olan avtomobili almaq üçün illərlə çalışır, çabalır. Bundan Bugatti rəsmi olaraq bizdə var, avtosalon olaraq və 2 modelində biz incələməsini etmişik. Hətta sürmüsüz? Yox, sürməmişik. Çünki sıfır bir avtomobildir. Fəxri Əsədov 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 244 saylı tam orta məktəbdə, ali təhsilini isə Bakı Slavyan Universitetində almışdır. Fəxri Əsədov avtobloger kimi fəaliyyət göstərir. Avtomobillərin icmalları, real istifadə təcrübəsi, sürüş testləri və alıcılar üçün seçim tövsiyələri paylaşır. YouTube platformasında 100 mindən çox istifadəçisi olan blogerdir. Hazırda ailəlidir. Fəxri bəy, salam, xoş gəlmisiniz. Salam, çox sağ olun, dəvətə görə təşəkkür edirəm. Fəxri bəy, baxın, indiki dövrdə, özünüz də bilirsiniz də, bu Çin avtopromu işə düşəndən sonra avtomatik olaraq o qədər avtomobil seçimi yaranıb ki, adi vətəndaş çox çətinlik çəkir seçimdə. Bax, bir nə təklif edə bilərsiniz ki, bax, indi mən başa düşürəm ki, segmentlər, büdcələr fərqlidir, amma burada biz necə çaşmayaq da, yəni? Əslində qalsa, məsələyə biraz daha öncədən yanaşmaq lazımdır. Nəyə görə? Çünki 10 il bundan əvvəl nəzərdə tutanda bizdə avtomobillər, yəni standart segmentimiz var idi, hansı ölkə istehsalı olan məsələ var idi. Misal üçün də büdcəyə asılı olaraq sən Yaponiyadan, Almaniyadan və yaxud da ki, Amerikadan avtomobillər ala bilirdin. Yəni Amerika istehsalı olan, Almaniya istehsalı olan belə desək. Və 10 il bundan öncə yavaş-yavaş Çin markalı avtomobillər ölkəmizə gəlməyə başladı və Çin markalı avtomobillər həmişə belə deyərdim ki, rəqiblərindən ucuz olaraq satılırdı. Yəni 10 il bundan öncəsində də sən hər hansı bir Çin markalı avtomobili bazarda olan digər bu tipli avtomobildən bir 20%, 30% daha ucuz əldə edə bilirdin. Amma bir məsələ də ondadır ki, sən bu avtomobilləri o vaxt alanda bu avtomobillər həqiqətən keyfiyyətsiz formadaydı. Yəni o vaxtda sən yeni avtomobil alırdın və 5 il sonra, 6 il sonra avtomobildə paslanmalar, çürümələr falan görə bilirdin və bununla da keyfiyyətsiz idi açıq desək və bununla da Çin avtomobillərinə belə bir damğa yeridildi ki, Çin avtomobilləri pisdir, keyfiyyətsizdir, təzə alanda əladır, 3 il, 5 il sonra bu keyfiyyətdən düşür. Amma mən biraz uzağa getmiş oldum, amma 6 il bundan əvvəl belə desəm, Çin avtomobilləri yeni bir nəfəslə yenidən qlobala çıxdı. Yəni və ölkəmizə də yeni markalar gəlməyə başladı. Gələn gündən deyərdim ki, yeni markalarla mən də bəzi əməkdaşlıq etdiklərim də olub və yaxud da ki, sadəcə dosta tanışda var deyə götürüb çəkdiyim də olub ki, izləyicilərə maraqlıdır deyə. Amma günün sonunda mən insanlara izah eləmək istəyirdim ki, bəs qardaş, bu avtomobillər o pis tip avtomobillərdən deyil. Yəni o vaxtı bunlar bir yoxladı. Gördü ki, qardaş, biz hələ o səviyyəyə çatmamışıq. 5 il, 6 il sonra yenidən qayıtdılar və indi isə mənim düşüncəmlə möhtəşəm qayıdıblar. Yəni bir də bu texnoloji baxımdan var. Ümumiyyətlə biz Azərbaycan olaraq və yəni xalq olaraq sevirik də ki, hər şey full olsun, belə deyək, maşının içində hər bir şey olsun. Həqiqətən baxsan ki, çox funksional bir şey, hər bir o rahatlıq üçün hər bir şey var. Sadəcə olaraq bu düzdür, üzdə görsənən bir şeydir. Amma şübhələr qalır. Şübhələr qalır ki, daxildə yəni o bir-birinə əvəzləyirmi onlar? Mən sizə belə deyim, avtomobillər günümüz
etibarı ilə götürəndə çoxdur. Yəni hər cibə uyğun. Yəni siz bu dəqiqə $100,000 da Çin avtomobili ala bilərsən, $15,000 da Çin avtomobili ala bilərsən. Yəni burada hər cürə segment var və Çin bazarı elə bir formada belə deyim dominantlıq eləyir ki, hər kateqoriya üzrə Çin avtomobili tapa bilirsən. Və burada da yenə qalır məsələ sənin büdcənə. Yəni Çin avtomobili ucuzdur, amma filan monitorları var, filan şeyləri var, o demək deyil ki, yaxşıdır. Yəni yenə də ucuz ətin şorbası məsələsi burada gündəmdədir. Yəni heç vaxt öz dəyərini itirməyən bir sözdür mənə görə. Çünki sən mən belə deyim avtomobili incələməsi eləyən zamanda misal üçün deyirəm ki, qardaş, dəri salondur, bu var, bu kimi fuludur siz demiş, amma uşaqlar nəzərə alın ki, bu avtomobil 35 min manatlıq avtomobildir. 40 min manatlıq avtomobildir. Yəni bunun sənə verdiyi xüsusiyyətlər ola bilər, yaxşıdır. Amma yəni burada bir məntiq var da. Yəni bu necə belə ucuz ola bilər? Ona görə də mənim düşüncəmlə burada artıq Çin avtomobili deyil, ucuz avtomobil sənə aşağı keyfiyyət verəcək, bahalı avtomobil yuxarı keyfiyyət verəcək. Yəni sən $100,000 Çin avtomobili alırsansa, bu avtomobil heç də digərlərindən geri qalmır. Amma $15,000 alırsansa, yəni sən 25 min manatlıq bir avtomobil sürürsən günün sonunda. Gözləntin başqa şey olmasın. Yəni bu saat Çin avtomobillərinin satma səbəbi onların əsasən eksteryer, interyer dizaynındadır ki, baxırsan ki, bahalı maşına oxşuyur, 60 minlik, 70 minlik maşına oxşuyur, amma 3 il, 5 il sonra sən bu avtomobilə ehtiyac hissəsi tapa bilməyəndə artıq qalırsan ki, hə, biz pis işə düşdük. Yaxşı bir mövzuya toxundunuz əslində. Hal-hazırda vəziyyət ölkədə necədir ümumiyyətlə ehtiyac hissələrində? Belə Varmı desəm, rəsmi yetərincə Çin brendi var. Yəni hər sektordan belə deyim, hər kateqoriya üzrə tapa bilərsən. Amma mən ümumiyyətlə Çin, Avropa mənşəli deyil də məndən bir kəs soruşanda ki, qardaş, filan maşından almaq istəyirəm, nə məsləhət görürsən? Mən bir dənə ona söz deyirəm ki, qardaş, bir dənə bazar araşdırması elə. Həmin avtomobildən sən yollarda çox görürsənsə, deməli bunun ustası da var. Deməli bunun ehtiyac hissəsi tapılır və digərlərinə nisbətən çox ucuzdur. Nəyə görə bunu mən sizə izah eləmək istəyirəm? Çünki Çin brendləri, yəni elə bir markalar olur ki, bu günləri çıxır, wow bir effekt yaradır, amma bir il yarım sonra həmin şirkət batır gedir və artıq sən bu avtomobillə bağlı heç bir dəstək xidməti ilə müraciət, yəni dəstək xidməti ilə əlaqəyə keçə bilmirsən, ehtiyac hissəsi tapa bilmirsən, çünki istehsalı dayanıb bu avtomobilin və qalırsan günün sonunda ki, mən bu avtomobilə 60 min, 70 min pul verdim və satım canımı qutarım da yoxdur, çünki alan da olmayacaq məntiqlə ki, qardaşım, mən neynirəm bunu? Ona görə də misal üçün indi brend adı çəkmək bilmirəm nə dərəcədə uyğundur, amma misal üçün də BYD avtomobilini mən dosta tanışa məsləhət görə bilirəm. Niyə? Deyirəm, qardaş, taksilər BYD-dir. Yəni sən də bu avtomobildən alsan, bunun deməli bamperi də ucuzdur, farası da ucuzdur. Yəni bunun ustası da var. Amma sən gedib misal üçün Hi-Fi deyə, Hi-Fi deyə bir marka var idi. Çox futuristik bir avtomobil idi. Misal üçün də sağında, solunda LED panellər. Elektriklə ola bilsin. Elektriklə idi. LED panellər belə yolda gedəndə sən baxırdın ki, nədir bu belə? Yəni baxmırdın. Kosmosdan. Yəni bildiyin kosmosdan gəlib avtomobil, amma hal-hazırda həmin şirkət bildiyim qədərilə batıb. Misal üçün, indi sən o avtomobilin hər hansı bir problemini necə həll edəcəksən, adicə indi avtomobil sürmək üçündür. Yolda sürürsən, hər hansı bir qəza baş verə bilər, nəsə ola bilər. O zaman sən bu avtomobilin ehtiyac hissələrini necə tapacaqsan? Bunlar hamısı sualdır. Əvvəl belə bir problem var idi ki, misal üçün Amerika mənşəli avtomobilləri Cadillac'dır, Chrysler'dir. Çox adam almırdı ki, bunun zapçasını tapmaq var, ehtiyac hissəsini tapmaq məsələsi. Onda da yeni bir həlli var idi ki, ən azından Amerikadan sən sifariş verə bilərsən və yaxud da ki, əsas indi bizdə ikinci əl bazarı Dubaydan gəlir ehtiyac hissələr. Dubaydan gedib tapa bilərsən, amma artıq bu şirkət bağlanıbsa və sənin sürdüyün avtomobildən cəmi 1000 dənə, 1500 dənə istehsal olunubsa və daha sonra şirkət batıbsa, artıq məncə sən daha böyük bir problemin içindəsən. Əslində, Fəxri bəy, mən bu məsələ ilə bağlı biz keçən dəfə danışanda belə bir şey dedilər ki, bu ehtiyac hissələri ümumiyyətlə
başqa Alman şirkətləri və yaxud da digər məsələn Bosch-dur, digər bu Almaniyanın digər şirkətlərinin Bosch var. ehtiyat hissələri gəlir. Və Bəziləri onun bəli. əsasında yığırlar bunu. Yəni özlərinin belə deyim də bir ehtiyat hissələri kataloqu yoxdur özlərinin. Açığı bu fikirlə mən razılaşmıram. Çünki artıq belə deyim, öncəsində digər markalar, digər ölkələr Çini bəyənmirdi və Çindən çox da kalaba getmirdi, yəni əməkdaşlığa getmirdi. Amma son illərdə bax sizin dediyiniz məsələ, hal-hazırda Mercedes EQC, EQE, yəni elektrikli avtomobillərin batareyaları hamısı Çin istehsalıdır. Yəni Çinlilər tərəfindən o batareya verilir onlara. Yəni bu da maraqlı bir faktdır. Ona görə də düşünürəm ki, bəzi Çin avtomobillərində Bosch markalı map sensor olmağı, bəzi sensorların Alman istehsalı olmağı onu düşünürəm ki, daha da güvənilir eləyir. Biz də zaten bu avtomobillərin incələməsini eləyəndə qeyd eləyirik ki, misal üçün filan sensor filan ölkə istehsalıdır və yaxud da ki, bəzi misal gəlin sizə başqa bir yerdən yanaşma ilə danışaq. Geely brendi Çin brendidir. Çin brendi. Və illər ərzində Geely'nin belə deyim 2003-lərdə, 2004-lərdə bizim ölkədə Geely brendinin bəzi avtomobilləri var idi. Rəsmi yox idi səhv eləmirəmsə, amma ucuz avtomobillər, yəni taksidə falan istifadə olunurdu və daha sonra o avtomobillərin belə deyim kökü kəsildi, dayandı, amma 2018-dən, 19-dan Geely comeback elədi belə deyim və hal-hazırda rəsmi olaraq bizdə də illərdir filialı var. Sözüm onda deyil. Geely brendi tanıdığımız Volvo-nu alıb. Yəni Volvo Geely-ni almayıb, əksinə. Geely Volvo-nu alıb, Volvo yenə öz işindədir, amma Volvo-nun elektrik hissələrini, mühərrikini, transmissiyasını istədiyi formada öz avtomobillərində quraşdırır və satışı gerçəkləşdirir. Yəni mənim bundan öncə 2 Geely avtomobilim olub, hər ikisində də Volvo mühərriki idi. Yəni niyə də yox? Və düşünün ki, siz həmin Volvo mühərrikli, misal üçün 4 silindr 1.5 litr həcmində bir Volvo mühərrikli Volvo-nu almaq üçün 60.000 manat xərcləməlisiniz. Amma siz həmin mühərrikli transmissiyalı avtomobili 40.000 manat xərcləməklə ala bilirsiniz. Orada bəlkə belə deyim də köhnə texnologiyalarını satır Geely-yə. Satır da deyil də məsələn. Mən onu izah eləmək istədim ki, həmin şey bilirsiz hardaydı? Mən Hyundai Kia, Mercedes-in köhnə Hyundai Kia özü də ayrılıqda. Misal üçün Hyundai Kia-ya bəzi detallar verir. Yəni günün sonunda eyni avtomobillərdir yəni. Prosta ola bilsin ki, insanlara belə deyim də, rəngarəng bir təkliflər vermək baxımından, marketinq baxımından belə. Yəni mən sizlə razıyam və işləyir. Yəni sözün əsl mənasında işləyir, amma yenə də burdan da izləyicilərə demək istəyirəm ki, biraz gözü açıq olsunlar, yaxşı araşdırma aparsınlar. Çünki sadəcə bu avtomobillər bizim ölkəyə gəlmir. Bu avtomobillər Asiya tərəfdə də çoxdur. Bu dəqiqə, yəni hətta sizə deyirəm, mən Qazaxstanda olanda demək olar hər yer Çin avtomobili idi, hər segmentdə bahalı, ucuzdur. Bundan sonra Qazaxstanda, Rusiyada, hətta Qətərdə belə yetərincə siz Çin avtomobillərini görə bilirsiniz. Ona görə də yəni sırf bizlə məsələ bitmir. Ona görə də hər hansı bir avtomobil alanda bir bazar araşdırması eləsinlər, bir digər xaricdə olan çəkilmiş videolara baxsınlar, forumları oxusunlar və bununla da bir nəticəyə gəlsinlər. İndi biz öz adımızdan, mən misal üçün Çin avtomobillərini vaxtaşırı olaraq incələməsini çəkirəm, izləyicilərə göstərirəm və o videolarda da fikir versələr, mən son bir söz demirəm. Deyirəm, qardaş, bunun qiyməti budur, bu məsələlər var. Nə xoşuma gəlmirsə onları vurğulayıram ki, misal üçün mən 80.000 avtomobilə pul vermişəm, amma qapıda vakuum yoxdur. İstəyərdim ki, qardaş da bu qədər şey eləmirsən, qapıda vakuum da olsun da zəhmət olmasa. Bunları deyirəm və son sözdə yenə izləyiciyə buraxıram ki, qardaş, budur. Gözün tutdusa, nəsə bir xoşuna gəldisə, bu da bunun satış yeridir.
Get, bax, gör və yaxud da İstəyirsən ki, götür, hə. get araşdır başqa yerdən ki, hə, bəlkə də Fəxri nəyisə demədi və yaxud da ki, Fəxri çəkdiyi avtomobil sıfır avtomobildir. Bəlkə də Qazaxstanda bir video tapacaqsan ki, bu avtomobil 200 min yürüşdədir, 300 min yürüşdədir və həmin insan deyir ki, misal üçün 200 min, 150 mindən sonra belə bir problem çıxdı, 200 mindən sonra belə bir problem çıxdı. Yeri gəlmişkən buradan da deyim, yeni bir video çəkəcəyik. Məndə o deyirdim, cil avtomobili var. Həmin avtomobildən bir dostumuzda da var. Artıq 250 min kilometrdən çox sürüb. Bir 5 ildir demək olar sürür. Onunla bir video çəkəcəyik ki, nə kimi problem yaşadı və yaxud da ki, avtomobildən ümumiyyətlə bu 5 il ərzində nə xoşuna gəlir, nə xoşuna gəlmir. Bununla bağlı gələcəkdə video olacaq. Fəxri bəy, əslində siz necədir? Mən həmişə avtomobil ümumiyyətlə alanda mən həmişə xaricə müraciət edirdim. Əsasən Rus, Amerikan blogerlərinin belə danışıqlarına baxırdım ki, məsələn, müəyyən bir maşın haqqında müəyyən bir fikirlərini bilirdilər, belə deyim də, icmal edirdilər ümumiyyətlə. Amma çox təqdirə layiq bir şeydir ki, bu Azərbaycanda artıq bu mədəniyyət formalaşır və blogerlər bu maşınları icmal edə bilirlər. Bizim işimizi rahatlaşdırırlar. Əslində istehlakçıların işini rahatlaşdırırlar ki, maşın gedib alanda və ya hər hansı bir nəqliyyat vasitəsini götürəndə artıq sən bilirsən ki, bu parametrlərdən belə bir məhsul alırsan sən. Yəni, və vaxtını itirmirsən, belə deyim. Yəni zaten bizim işimiz odur. Mən videolarda da bunu qeyd edirəm ki, qardaş, mən bu videoda sizə avtomobil satmıram. Avtomobil göstərirəm. Yəni gedin bunu alın, zordur, möhtəşəmdir. Heç vaxt bizdə elə sözlər olmur. Sadəcə ki, bu günlər bu avtomobildir, gəlin bir yerdə baxaq görək nəyi var, nəyi yox. Və siz də düzgün vurğuladınız ki, son illərdə, son belə deyim 5-6 ildə daha aktiv biz bunu görürük. Son pandemiyadan sonra belə deyərdim ki, artıq mənim kimi başqa blogerlər də var ki, avtomobillər icmalı edirlər. Düzdür, məndən öncə də var idi. Natiq bəyə də buradan salamlayırıq. Yəni var idi. Dediyim odur ki, tək məndə söz bitmir, tək mənlə iş bitmir. Sadəcə biz, mən və mənim kimi insanlar bir növ avtomobil sevərlərə bu avtomobilləri daha yaxından göstərir. Çünki mənim çəkdiyim sadəcə Çin avtomobilləri deyil. Bugatti də biz çəkmişik. Yəni biz ölkəmizdə Nazar Holding tərəfindən Bugatti rəsmi olaraq bizdə var, avtosalon olaraq və 2 modelində biz incələməsini etmişik. Hətta sürmüsüz? Yox, sürməmişik. Çünki sıfır bir avtomobildir. Yəni biz onu sürsək gərək alıb sürək. Belə deyim. Ona görə də hələ ki sürməmişik. Amma test drive belə deyim. Yox, test drive olmur o maşında. Test drive olmur, yalan deməyim, amma yetərincə belə desəm aramızda qalsın deyə heç kim bilməsin. Qurdalamışıq ki, görək bagajında nəyi var, salonunda nəyi var, nə kimi hiss verir insanlara. Yəni sözüm ondadır ki, biz ancaq satış məqsədli və yaxud yeni avtomobil çəkmirik. Tapılmayan avtomobillər də çəkirik, 90-cı illərdən qalan avtomobillər də çəkirik və heç bir satış məqsədi ilə deyil. Sadəcə göstərir ki, baxın, belə bir avtomobillər bizim ölkəmizdə var. Bundan savayı xaricdə də bizim yetərincə videolarımız olur ki, bizim ölkədə olmayan avtomobillərdən də çəkirik, göstərir ki, baxın qardaş, belə bir naz-nemətlər də var. Yəni ola bilər kimsə həmin videolardan görər bu avtomobili, həvəsə gələr, alar. Mənə də xoş olar ki, bizim ölkədə rəngarəng, fərqli marka modellərdən avtomobillər çoxalır. Bir nüansı da qeyd edeyim ki, Çin avtomobillərə qaydası olsaq, mən ilk dövrlərdə Çin avtomobilləri çəkəndə bəzi şərhlər gəlir ki, qardaş, bu nədir, Çin avtomobili çəkirsən, pisdir, keyfiyyətsiz avtomobillərdir, sən bunu niyə çəkirsən? Və mən təbii ki, çox da bu rəylərə ciddiyə yanaşmırdım. Düzdür, ciddi bir rəy olanda cavablandırırdım. Kimsə sual gəlir ki, filan şey niyə belədir? Onu cavablandırırıq. Amma sırf belə deyim, pisləmək məqsədi ilə o adam heç o avtomobillə əyləşməyib, avtomobili idarə eləməyib, amma pisləyir. Daha sonra görürəm ki, son vaxtlarda həmin mənim 3 il, 4 il əvvəl çəkdiyim avtomobillərə yaxşı rəylər gəlməyə başlayır. Qardaş, biz aldıq, 5 ildir sürürük, 3 ildir sürürük, əladır, superdir, çox sağ ol. Sən demək yaxşıymış. Yəni bizdə var axı o öncədən belə deyim, qəbullanmamaq ki, yox bu pisdir. Qardaş, bir yoxla, bax. Pisdir, yaxşıdır, sənin öz fikrindir. Öz fikrindir, yəni o mənada yanaşmıram ki, pis rəy yazmayın. Yox, hər kəs istədiyi rəy yaza bilər, yəni çərçivə daxilində təbii ki, amma yəni görürəm ki, insanların fikri yavaş-yavaş dəyişir. Öncədən bir ön fikir var idi ki, Çin avtomobilinə qarşı yox, pisdir, nə olacaq, nə olacaq. Daha sonra
aldıqca, istifadə etdikcə və yaxud da ki, dostunda, tanışında gördükcə görür ki, hə, niyə də yox. Hibrid maşınlar var da indi. Hibrid var, plug-in hibrid var, sonra elektrik var. Təzə şeylər çıxır. Bəzən bir də çaşbaş qalır. İndi bunu necə bax, məsəl üçün də indi gedirsən, hansını seçsən daha sərfəli olar, daha yaxşı olar? Mən burada o zaman öz belə deyim şəxsi fikrimi səsləndirmək istəyirəm ki, siz demiş, bazarda hal-hazırda standart bildiyimiz daxili yanma mühərrikli avtomobillər var. Benzini süzdün, getdin. O aydındır. Bunu qoyduq kənara. Hibrid avtomobil var. Hibrid avtomobil nədir? Burada yenə də bizim benzin mühərrikimiz əsas roldadır. Sadəcə kiçik bir hibrid mühərrikimiz var ki, buna belə deyim, rahat misal üçün Prius avtomobillərini misal göstərə bilərik ki, bu hibrid mühərrik bizim yanacağa daha çox qənaət etməyimiz üçündür ki, misal üçün lazımi vaxtda siz tormozlama eləyən vaxtı bəzi hallarda mühərrikdən gələn gücü hibrid belə deyim, hibrid mühərrik elektrik doldurur və bəzi yerlərdə tıxacda qalanda, şəhərçi qısa məsafələrdə bu sizə kömək eləyir və həmin benzin mühərriki heç istifadə etmirsiniz. Bu sadəcə bizə yanacaq sərfiyyatında kömək eləyir. Bonus kimi. Bonus kimi. Bunu da qoysaq kənara. Daha sonra gəlir plug-in hibrid. Plug-in hibrid nədir? Siz və buna kimi siz heç bir avtomobili şarja falan qoymursunuz. Plug-in hibridlə başlayır bu şarj məsələsi. Plug-in adından da bəlli olduğu kimi plug-in, yəni taxılma hibrid olaraq keçir. Burada da bizim daxili yanma mühərrikimiz var, amma burada artıq hibrid mühərrikin biraz rolu daha böyükdür. Çünki sənin avtomobilin idarə etmək üçün, yəni təkərlərə gedən gücü plug-in hibrid mühərrikdə vermiş olur. Yəni burada bəzi avtomobillərdə plug-in hibrid çox ön plandadır. Sadəcə benzinli mühərrik həmin elektrikli mühərrikə güc vermək üçün istifadə olunur. Yəni hibrid rolunda oynayır da. Yerlərini dəyişirlər. Amma bəzi avtomobillərdə, məsəl üçün yeni Çin avtomobillərində və yaxud da ki, Alman istehsalı avtomobillərdə sən kiçik bir, belə deyim, elektrik çənin var. Bunu şarja qoyursan, bu sənə 40-50 kilometr yol qət eləməyə imkan verir. Misal üçün, sən evdən işə, işdən evə gedirsən, bu zaman elektrikli mühərriklə gedirsən, gəlirsən və demək olar ki, sən avtomobilin öz mühərrikini işə salmırsan. Və bu çox ekonom sənə başa gəlir günün sonunda. Və yaxud da ki, hibrid avtomobillə, yəni belə deyim, benzin də sürsən bu avtomobilə, bayaqkinə də, yəni plug-in hibrid varsa, buna benzin də süzülməlidir günün sonunda. Şarjada qoyulmalı. Amma çeşidləri var ki, içində biz onu danışsaq, o biraz çox böyük dəryadır. O plug-in hibriddə bir məsələ var da. Məsəl üçün, mən indi gəldim, olur da, yadımdan çıxdı, qoymadım, eləmədim. O da necə baş verir? Qoymadım, problem yoxdur. Sən yenə də yanacaqla, yəni benzinlə avtomobili idarə eləyə bilirsən. Amma sonra fəsad verirmi o? Açığı desəm, bəzən deyirlər ki, yox, mütləq bu qoyulmalıdır, şarja qoyulmalıdır falan. Şarja qoymadan aylarla sürən mənim dostum, tanışım var. Amma məsləhət olar ki, heç olmasa, yəni əgər sən üz döndərmisən ki, yox, plug-in hibrid olsa da mən bunu şarja qoyası deyiləm, heç olmasa ayda 1-2 dəfə sən bunu şarja qoysan daha yaxşı olar. Çünki batarya ölür onda. Ona görə deyirəm. Yəni günün sonunda bu plug-in hibrid avtomobillərdə olan elektrik mühərrik sənin avtomobilinin sürətlənmə zamanında sənə köməklik eləyir. Yəni bu həm də ekonomdan savayı, bəli, əlavə güc deməkdir. Çünki misal üçün plug-in hibrid avtomobil 500 at gücündədir. Baxırsan ki, 200 at gücü bunun yanacaqla olan mühərrikindədir. Qalan 300 at gücü bunun hibrid mühərrikindədir. Sən deməli, necə deyərlər, hər iki çəni dolu saxlamalısan ki, bu avtomobildən tam olaraq istifadə eləyə biləsən. Amma plug-in hibrid avtomobillə 1000 kilometr yol gedə bilmərəmmi? Təbii ki, gedə bilərsən. Nə qədər yanacağın varsa, o qədər yol qət eləyə bilərsən. Amma məsləhət odur ki, qardaş, bu boş yerə bura qoyulmayıb da. Yəni bundan da, yəni bu çəni də sən doldurmalısan günün sonunda. Bunu qoysaq kənara, elektrikli avtomobil, yəni bu standart bildiyimiz nə qədər şarjın var, o qədər yol gedirsən. Bataryaların qiymətləri qalxa. Həm də sistem də olar ki, qalxa gedir. Bilmirəm də azdır yəqin ki, ona görə belə şey gedir. Bu indi nəyə bizə gətirib çıxardı? Biz indi sabah maşını aldıq, sürürük. Və birdən bunu dəyişəndə belə sürprizlə qarşılaşmırıq. 10 min, 20 min bunu dəyişməyinə. Mən sizə belə bir izah eləyim. Gəlin əyri oturaq, düz danışaq.
Sözümü ona gətirirəm ki, siz plug-in hibrid avtomobil alırsınız və yaxud da ki, elektrikli avtomobil alırsınız. Bunu siz sıfır olaraq alırsınız və yaxud da ki, 10 min, 20 min kilometr Deyək ki, getmiş. sıfır götürürük də belə. Sıfır götürürsünüz. Sıfır avtomobilin batareyanın ömrü səhv eləmirəmsə istehsalçıdan asılı olaraq 8-10 il olaraq 8 il gedir. qədər, Yəni burada sizə hətta deyim ki, 15 il falan deyənlər də var. Yəni araşdırma eləsəz deyənlər var, amma 15 il yaşayıb görəcəyik də. İndi biz 20 il deyir, tutalım. Onu biz yaşayıb görəcəyik. Amma bir nəticəyə gələk ki, siz sıfır avtomobili zaten 5 il sonra 4 il sonra yenisindən əvəzləməli olursunuz. Yəni məncə artıq bazarda Azərbaycan üçün biraz real deyil axı. sizə bir dənə söz deyim. Əvvəl elə deyildi. Artıq bu realdır. Çünki mən öz ətrafımdan da görürəm ki, plug-in hibrid alan şəxs, avtomobil alan şəxs 3 il sonra, 5 il sonra təzəsi çıxıb fikri ilə. Çünki artıq bu avtomobillərdə telefon kimi olmağa başlanıb. Yəni sizə belə bir şey deyim ki, smartfon son 5 il ərzində smartfon alan insan bunu 10 il işlətməyəcək. Çünki satdığımız adam axı faktiki olaraq artıq batareyası son vəziyyətdə olan maşın alır axı. Elə məsələ ora gəlir ki, siz bu avtomobili alırsınız və 3 il, 4 il sonra bu avtomobili satırsınız. İkinci əl alan insan isə artıq ya bu avtomobilə texniki olaraq qulluq eləyir və yaxud da ki, ümumiyyətlə bu avtomobili almır və yaxud da ki, sizdə aldığı avtomobil hələ də saz vəziyyətdədir. O da götürür 1 il yarım sürür, daha sonra kiməsə satır. İndi deyə bilərsiniz ki, bəs bunun bir sonu olmalıdır axı, bu satdı, axırıncı alan necə eləyəcək? O hissəni biz hələ bilə bilmirik. Yəni çünki o qədər vaxt keçməyib məsələnin üstündən. Hələ çatmamışıq. Niyə yalan danışaq? Yəni mən düşünürəm indi 2026-cı ildir. 2030-cu ildə biz artıq görəcəyik ki, ilk alınan plug-in hibrid avtomobillər hal-hazırda nə vəziyyətdədir. Və mən düşünürəm ki, bu 4 il ərzində texnologiya elə inkişaf eləyəcək ki, artıq siz müəyyən bir məntiqli qiymətə yeni bir batareya ilə avtomobili əvəzləyə biləcəksiniz. Çünki gəlin sizə belə bir şey deyim. Bundan öncəsində avtomobil alırdın, Almaniyadan bir BMW alırdın və yaxud bir Mercedes alırdın. Bu avtomobili alırdın 30 min kilometrdə. İllərlə sürürdün, 100 mində satırsan kiməsə. 100 mində kimsə alır, sürür 180-200 minə kimi. 200 mində kimsə alırdı. Və o proses ərzində... Yox, bu benzində axı. Yox, mən sizə onu izah eləmişəm. O 200 min kilometr ərzində mühərrikin üst qapağında bəzi texniki dəyişikliklər ola bilirdi. Mühərrik yığılırdı, belə deyirdim və günün sonunda bu avtomobilin də 500 min kilometrdə, 600 min kilometrdə olanda bir yiyəsi olurdu, yəni istər-istəməz. Eləcə də elektrikli plug-in hibrid avtomobillərdə də bu son gözlənilir. Yəni əvvəl-axır bu elektrikli avtomobil 200 min kilometr yürüşə gələcək və sən bunun üçün gedib hansı ikinci əl yerdən batareya alıb taxacaqsan. Bununla da iş bitəcək. Orada indi hal-hazırda bax məsəl üçün mən bəzi öyrəndiyim məsələlər var Çin avtomobillərlə bağlı. Onların batareyasını dəyişmə vaxtı plug-in hibriddən söhbət gedir. Hardasa 10 min, 12 min gəlir çıxır. Qiymət olaraq? Qiymət olaraq, bəli. Aha, bugünkü gün. Bugünkü gün hələ Bugünkü gün. Yəni 3 il, 4 il sonra o 3000-ə, 4000-ə düşəcək. Yəni arta gedir axı batareyalar üçün. Mən bu fikirlə razılaşmıram. İstəsiz 4 il sonra bir dənə də veriliş çəkərik. Çünki gəlin bir şeyi nəzərə çatdıraq ki, öncəsində yeni çıxan innovativ bir şey həmişə çox baha olur. Detal baxımından mən daha sonra bunun qiyməti ucuzlaşır. Burada bilirsiniz necədir? Öncəsində 2010-larda, 12-lərdə siz hibrid avtomobil ən primitiv hamının bildiyi Priusdan danışaq. Priusun batareyasını dəyişmək çox bahalı bir məsələ idi ki, 5000 idi, 6000 idi. Amma hal-hazırda gedək Priusa biz 1000 manata, 1500 manata batareya ala bilərik. Texnoloji köhnədir də. Bu o demək deyil ki, sən bunun yenisini alacaqsan. Ola bilər ki, 4 il sonra da bugünkü plug-in avtomobillərin yeni batareyası tapılmasın. Sən az istifadə olunmuşunu alıb taxacaqsan. Amma hal-hazırda mən 4 il qabağın texnoloji xüsusiyyətlərini mən sizə sadalaya bilmərəm. Amma mənim düşüncəmlə bir neçə il sonra artıq siz yeni avtomobil, yəni yeni batareya
set olaraq alıb avtomobilinizə quraşdıra biləcəksiniz. Yəni bunun bir yolu məncə artıq var, amma hələ ki ehtiyac yoxdur deyə burada bu qədər qiymət bahadır. Gəlin sizə belə bir şey izah edeyim ki, Tesla'nın farasını siz baha alacaqsınız, amma taksidə istifadə olunan BYD-nin farasını daha ucuz alacaqsınız. Niyə? Çünki segmentdən savayı çoxdur bundan qardaş. Çoxdur. Yəni çoxdur deyə toplu şəkildə bu olunur. Ona görə də haçansa bizim ölkəyə də batareya lazım olacaqsa, bunu toplu şəkildə alacaqlar. Siz hal-hazırda bir nəfərsiz və X bir avtomobil üçün batareya almaq istəyirsiniz. Ona görə bu 15 min, 20 min gəlir çıxır. Amma müddət sonra artıq bu toplu olaraq hansı bir dükanlarda, mağazalarda satılanda artıq bu uyğun qiymətə gəlib çıxacaq. Düzdür, günün sonunda cibə uyğun olacaq, olmayacaq, mən onu deyə bilmərəm. Amma gözləntim budur və düşünürəm ki, belə olacaq. Fəxri bəy, siz fikir vermisinizsə, bax Avropa ölkələrində, qonşu Rusiyanın özündə də son vaxtlar bu bir car sharing daha çox da icarə məsələsi, Yəni icarə məsələsi daha aktual mövzuya çevrilibdir. Yəni hər halda fikirləşəndə elə bir vaxt gəlib çatacaq ki, yəni mən belə başa düşürəm yəni bu icarə daha sərfəli olacaq, nəinki maşın almaqdan. Hardasa sizinlə razıyam, çünki car sharingdə mən də istifadə eləmişəm, Avropada da istifadə eləmişəm və bizdə də var car sharing bir şirkət var, amma yenə də baxın, həmin car sharing şirkət bizim ölkədə səhv etmirəmsə, bir dənə şirkət olduğu üçün qiymətləri çox bahadır. Və mən istifadə edən zaman baxıram ki, qardaş, mən özüm bu avtomobilimizə, car sharing avtomobili götürmək üçün gedirsən, xəritədə tapırsan. Bunun şəkillərini çəkirsən ki, əziyi var, yoxdur, öncədən. Sonra qapıları vurursan, qapılar açılır, əyləşirsən, oturacağı düzəldirsən, baxırsan, şüşəni silmək istəyirsən, görürsən şüşə silənin suyu yoxdur. İndi mən öz başıma gələni deyirəm. Xod deyirsən, bir təhər, getdin və yol, belə deyim, yola nəzər yetirməlisən, qayda qanundan sürməlisən. Bütün bunların sonunda da sən normaldan çox pul verirsən və baxırsan ki, taksi ilə mən gələrdim də. Yəni taksinin premiumundan, biznesindən daha baha başa gəlir ki, həm də bunu özüm sürürəm. İndi aydın məsələdir ki, indi azdır da icarə. Yəni yenə də mən burada batareya məsələsinə uzlaşıram ki, car sharing şirkətləri çox olsa, necə ki, taksi şirkətləri çox oldu və ümumi bir qiymət standartı yarandı. Ona görə də car sharing çox olsa, bizdə də uyğun qiyməti olacaq. Amma qaldı ki, sizin sualınıza ki, car sharing düşünürəm ki, daha sərfəlidir, avtomobil sahibi. Yəni haçansa bir. Mən bundan razılaşmıram. Niyə? Çünki avtomobil elə bir şeydir ki, sən öz şəxsi əşyalarını qoyub gedə bilirsən. Yəni sən bunu bir mülk olaraq A nöqtəsindən B nöqtəsinə saxlayırsan və içində olan, belə deyim, dəyərli, dəyərsiz, iri həcmdə, kiçik həcmdə nəyin varsa bu avtomobilin içində saxlayıb gedə bilirsən. Amma car sharingdə bizim elə bir yəni əgər sən bunu rentekar kimi günlük, həftəlik götürmürsənsə, bir yerdən bir yerə gedib orada skuter kimi saxlayıb çıxıb gedəcəksənsə, bu elə mənə elə gəlir ki, taksi kimi bir şeydir. Ümumiyyətlə belə baxanda rent kimi icarəyə götürəndə, rentekar kimi icarəyə götürəndə amma uzaq məsafələr daha sərfəli olur. Yəni o işin o tərəfi var və bir şey də unutduq. Nəyi unutduq ki, biz avtomobili sevirik. Yəni mən bu günləri avtomobil alıramsa, avtomobil idarə eləyirəmsə, mən sadəcə A nöqtəsindən B nöqtəsinə getmək üçün bunu almıram. Bunu onun üçün idarə eləmirəm. Ona görə də artıq sizin dediyiniz məsələ niş bir kütlənin, bir qism, bir müəyyən bir faizli insanlara maraqlı olar ki, əşini inirəm, avtomobil alım, bunun servisi ilə də əlləşim, apar yağın dəyiş, nə bilim, batareyanın ömrü nə oldu, necə oldu. Ya taksi ilə, ya da ki, car sharingdən avtomobil götürüb gedirəm. O tip insanlar da var. Yəni ona da hörmətlə yanaşıram. Onlar yəni bu sahənin adamı deyillər. Onlar daha xoşbəxtlər məncə. Uzaq məsafəyə də gedəndə uzağa rentdən avtomobil götürür. Və yaxud da ki, taksi ilə belə gedənlər var ki, həm də Qubaya getmək istəyirəm. Yəni dəfələrlə var, yəni görürəm ki, məsələn neçədir 150 manat tak vurdu, çıxdı, getdi ki, mənə xoşdur, mənə rahatdır. Yəni o tip insanlar da var. Amma günün sonunda biz avtomobildən danışırıqsa, yəni biraz da maraqlı avtomobillərdən məncə danışa bilərik ki, qardaş, buna hər kəs A-dan B-yə getmək üçün
almır. A-dan B-yə getmək üçün istifadə etmir. Elə insanlar var ki, avtomobillə yaşayır. Elə insanlar var ki, uşaqlıqdan bəri divarda şəkli olan avtomobili almaq üçün illərlə çalışır, çabalayır və sonunda bu nəticəyə gəlir. Çünki nəzərə alsaq ki, bizim ölkədə insanların böyük bir qismi avtomobilləri sevir və buna görə də bizim ölkədə əsasən yay aylarında yəni növbənöv avtomobil tədbirləri olur və mən şəxsən bir avtomobil sevərək o tədbirlərin demək olar hamısında iştirak edirəm və tədbirə girəndə insanın belə deyərəm üzü gözü açılır ki, orada da maraqlı nəsə var, burada da maraqlı nəsə var və mənim kimi minlərlə insanı bir yerə yəni toplaya bilir o tədbirlər. Bir dənə o maraqlı maşınlar deyiz. O mövzuya bir dənə keçməmişdən qoyaq. Biz bir dənə elektrik maşınların hal-hazırda cərəyan doldurma məntəqələri də belə. Bu dəqiqə nə vəziyyətdədir o? Yəni biz hazırıq o şeyə keçid eləməyə birbaşa. Açıq desəm ətrafımda mənim kimi sadəcə yanacaqla avtomobil sahibləri də var, plug-in hibrid sahibləri də var və tam elektrikli avtomobil sahibi də var və bunun hətta bir yaxın dostumuz var, İlkin pultlu maşın. O Tesla sahibidir və və blogerlik fəaliyyəti göstərir. Məsələn, İlkin hal-hazırda İsveçrədədir. Öz Teslası ilə gedib bu yola. Bütün yolu da çəkir, göstərir ki, gəldim Gürcüstanda burada şarj elədim, Türkiyədə burada şarj elədim, nə bilim yolun üstündə haralar varsa. Deməli var axı. Yəni bu adam bu yolu seçib getdi, düzdür. İndi düzgün danışsaq ki, yanacaq, yəni benzinli avtomobillə bu yolda hara rahat gedərsən. Amma standart bir belə deyim Tesla ilə sən 300-400 və yaxud da ki 500 kilometr gedəndən sonra sən şarj yeri axtarmalısan və şarja qoyduğun müddəti də sən itirmiş olursan yolda, sən oturursan, gözləyirsən bu şarj olsun. Amma günün sonunda bu adam getdi və düşünürəm ki, mənim yola xərcləyəcəyim puldan 2 dəfə, 3 dəfə daha uyğun qiymətə məncə gedib çıxa bildi. Çünki istər-istəməz qiymət fərqi var. Amma qayıtsaq ki, indi İlkin getdi İsveçrəyə, yolu açıq olsun. Gələk ki, bizdə, Bakıda, Azərbaycanda hal-hazırda vəziyyət nə yerdədir? İldən ilə stansiyalar çoxalır. Bu danılmaz faktdır. Və fərqli-fərqli stansiyalar var. Bu da əladır. Çünki artıq qiymət yavaş-yavaş oturuşmağa başlayır ki, biri mən sırf elektrikli avtomobil sahibi olmadığı üçün tam sizə tarif deyə bilmərəm ki, burada bu qiymətədir, burada bu qiymətədir. Amma ətrafdan eşitdiyim, gördüyüm, bildiyim qədərilə, misal üçün, kimsə 5 manata, kimsə 10 manata qoya bilmir zaten. 10 manata qoyubsa, onun xidməti düşünürəm ki, daha yuxarı kilovatla sizə enerji verir deyə o qiymətə qoyur. Amma daha tez doldurmaq üçün. Yəni, amma ümumi qiymət tarifi məncə yavaş-yavaş oturuşub. Amma indi Fəxriyə sual verirsiniz ki, Fəxri, sən elektrikli avtomobil alıb istifadə eləyərsənmi? Mən hal-hazırda özümü ona hazır hiss eləmirəm. Çünki mən o zaman elektrikli avtomobil istifadə eləyərəm ki, mənim evimdə, qarajımda mənim yüngülvari bir stansiyam olsun ki, mən axşam gəldim, qoydum bunu şarja və bilim ki, 3-4 gün mən bunu şəhər daxili 300-400 kilometr idarə eləyə biləcəm. Amma yox, alıram və mən sadəcə stansiyalarda bunu şarj eləyəcəmsə, valla mənim ən azından yaşayış tərzimə bu uyğun gəlmir ki, qardaş, mən misal üçün da indi mənə zəng gəldi, mən falan yerdə olmalıyam. Yəni gözlə qardaş, mən falan yerə bir dənə şarj eləyim, gəlirəm və yaxud da ki, gözlə maşını zaryadkaya qoyum, taksi ilə gəlirəm. Yəni məncə düzgün biraz, yəni hardasa problem yaradır artıq sənin yaşayış hissəndə. Amma mən bilsəm ki, qardaş, mən qoydum bunu şarja və yaxud da ki, plug-in hibrid avtomobil gündəliyə mən alaram, sürərəm, xoşbəxt özümü hiss eləyərəm. Ki, qardaş, şarjım yoxdur, benzinim var, çıxdıq getdi. Amma sırf elektrikli avtomobil mənə biraz düşündürücü gəlir, müəmmalı gəlir. Yəni, sizə deyim ki, ay bunun batareya ömrü getdi, necə oldu? Mənə çox açıq desəm, maraqlı gəlmir. Çünki mən avtomobili 10 il sürməyəcəm. Aldım 3 il, 5 il, çünki texnologiya inkişaf edir. Biz 5 il öncə hansı tip avtomobillər var idi, deyirdik ki, wow. İndi baxırsan ki, 3 ilə, 4 ilə gör nə boyda dəyişikliyi baş verdi. Amma belə dost ətrafında söhbət eləyəndə deyirəm ki, haçan tam elektrikli 1000 kilometrdən yuxarı
yürüş verən avtomobil olarsa, onda mənim fikrim böyük faiz etibarilə dəyişə bilər ki, şurada mən bunu qoydum 1000. Qoyma da, yəni qutaran 20% olanda qoyma, 30%, 40% də qoy. Yəni 300-400 kilometr yürüşün qalanda qoy şarja, tezdən 1000-1200 şarj olanda çıxart ki, sən bunu da hara sürəcəksən. Yəni məncə o daha uyğun gəlir mənə. Fəxri bəy, bir də mən sizin Instagramda videolara baxırdım. Bu sizin bir BMW-niz vardı, hansı ki narıncı rəng BMW, çox gözəl rəngi var idi. Mən sonra deyəsən satdınız onu. Biz o avtomobili buyurun sualınızı. Onu deyəsən satdı sonra. Ümumiyyətlə mən görürəm ki, Azərbaycanda ona da bir sevgi var, hansı ki hər hansı bir avtomobili götürüb xüsusi bir yığılma, bir tip eləyib onu belə deyim istifadə eləmək. Və bu həvəskarlar yaxşıdır. Bunlar çoxdular, amma bu yığılmış maşını bir sürməyə bir yer varmı? Hardasa bir gedəsən, bir yürüyüş eləyəsən, bir maraqlı bir fitlər eləyəsən, belə deyim. Aydındır. Mən sizə belə bir açıqlama verim ki, o dediyiniz narıncı avtomobilin ləqəbi var, mandarin olaraq. Bəli, o avtomobil mənim 7 illik proyektim idi və mən bu işə başlayanda hazırladığım ilk avtomobil idi və bir il bundan öncə biz bir tədbirdə o avtomobili konkurs yolu ilə belə desəm, hədiyyə elədik izləyicilərimizdən birinə və artıq belə deyim, biz izləyiciyə hədiyyə elədik, izləyicinin təəssüflər olsun ki, heç sürücülük vəsiqəsi yox idi. Avtomobili daha sonra satdı və həmin pulla özünə bir ev tikmək planı var idi Şirvan rayonunda. İndi xəbərim olmadı, tikmədi, amma hal-hazırda o qardaşdan alan avtomobil alan adam gözü kimi baxır, o bizə xoş gəlir. Bunu qoyduq kənara. Bu tipli avtomobillər yetərincə bizim ölkədə var, ildən ilə də artmaqdadır. Bununla bağlı bizdə illər ərzində əsasən yenə deyirəm yay sezonunda çoxlu avtomobil tədbirləri olur. Mənim kimi belə deyim, eyni ağılda olan insanlar hamısı bir yerə yığılışır və bu onun avtomobilinə baxır, o bunun avtomobilinə, söhbətlər gedir ki, sən bunu necə eləmirsən, mən də belə bir şey eləmək istəyirəm və beləliklə belə bir cəmiyyət yaranır. Və bu cəmiyyət hal-hazırda 5 nəfər, 3 nəfər deyil, yəni minlərlə bunun üzvü olan. Qaldı ki, bu avtomobillər misal üçün yerinə görə, yəni təyinatına görə dəyişir. Bəzi avtomobillər sadəcə şovkar olaraq keçir. Sadəcə sən bunu hər hansı bir sərgilərdə sərgiləyirsən. Bəzi avtomobillər driftkar olaraq keçir, bəziləri drag avtomobili olaraq keçir. Amma şovkarı bilirik, şovkar tədbirlərdə avtomobili düzürük və belə deyim, siz deyim, nümayiş elətdirirsiniz. Amma təəssüflər olsun ki, drift üçün, yəni drift artıq bir cəmiyyətdən çıxıb bir idman növüdür bu qlobalda. Yəni kökü də gəlir Yaponiyadan, belə desək. Çox mənim xoşladığım bir növdür. Siz sevirsiniz. Biz də çox xoşlayırıq, amma çox istəyərdik ki, drift idman növünə. Düzdür, vaxtaşırı olaraq Avtomobil Federasiyası tərəfindən bəzi bizim xaricdə olan Gürcüstanda, Türkiyədə olan tədbirlərə bəzi dəstək olunur. Amma sadəcə bu dəstəklə iş bitmir. Biz istəyərdik ki, yəni mən hal-hazırda drift pilotları adından belə deyim, səslənirəm ki, biz çox istəyərdik ki, bizim ölkəmizdə də bir həmin bu idman növü üçün, avto idman üçün bir trek olsun, bir yer olsun ki, məkan olsun, bir məkan. Yəni o vaxtlar deyirlər avtodrom olub, düzdür, mənim yaşım düşmür həmin avtodromu belə deyim, görməmişəm, amma hal-hazırda 2026-cı ildə bütün belə deyim, qayda, qanuna, bütün tələblərə cavab verən bir trek tikilsə, yəni söhbət deyil Bakının mərkəzində tikilməlidir. Kənar bir yerdə yaşayış olmayan ki, bir onun tüstüsü, səsi, narahatçılıq verməsin. Bir məkan olsun ki, biz də belə deyim, digər gələcək nəsilləri orada yetişdirə bilək. Yəni və bununla da bir növ fikir versəniz, xəbərlərdə görürük, avtoxuliqanlıqla bağlı videolar çıxır, şəhərdə filankəs avtoxuliqanlıq eləyir və yaxud və s. kimi. Biz o insanları da ora cəlb eləyə bilərik ki, qardaş, sənin bu yetim maşınlarda sürsən. Yəni sənin bu adrenalini çıxarmağa və yaxud da ki, canında bir qabiliyyət varsa, sən bir pilot olaraq niyə şəhərin ortasında həm özünə ziyan edirsən, həm digər iştirakçılara xəta törədə bilərsən? Niyə hamı təhlükəyə atırsan ki, qardaş, burada deyək, gülək, sürək, öyrənək. Həm də bir community yaranırdı. Community var.
Hə, Amma var. bu community-nin Amma- getməyə bir yeri yoxdur açığı. Hə. O biraz belə deyim, sıxıntılı gəlir bizə ki, qardaş olsa bizim uşaqlar həqiqətən bizim bu canımızda var. Avtomobil sevgisi. qabiliyyətli, hə, Bəli, uşaqlar var, bu çoxdur. yaxşı avtomobil sürməyə bacarığımız var, amma ona belə deyim, göstərməyə, onun üstündə daha çox işləyə bilməyə bizim məşq eləməyə yerimiz yoxdur Biz belə də bir desək. izləyiciyik də, biz də gəlib bir baxarıq görək Yəni, nə var, nə edirlər. Düzdür, bununla bağlı bəzən il ərzində bəzi tədbirlər olur. Yəni bunu da deməsək olmaz. Çünki Test and Training təlim mərkəzində sürət festivalı olmuşdu. Orada kiçik həcmli avtomobillərin, bu sırf yarış avtomobilləridir. Bunların yarışı olub. Daha sonra neçə illərdir Bakı bulvarında, belə deyim, Kristal Hall'un qarşısında bir böyük bir parkinq var. Orada trek qurulur. Red Bull tərəfindən Car Park Drift tədbiri keçirilir və bura istənilən pilot qoşula bilər, avtomobili buna cavab verə bilər. Bəli, bəli. Və bununla savayı da izləyicilər üçün də ayrıca orada yerlər ayrılır və bu olur. Amma az olur. Yəni biz istəyirik ki, çünki bu tədbir olur, məsəl üçün tədbirdən 2 gün, 3 gün öncə bu trek qurulur, hər şey hazırlanır. Burada yarış keçirilir, amma bunun arxa tərəfi yoxdur ki, biz harda məşq eləyək. Misal üçün, bu il yaxşı nəticə göstərmədim, tutalım. Gələn il yaxşı nəticə göstərmək üçün mən harda məşq eləyə bilərəm? Və burada artıq ilişib qalırsan ki, ayda bizə bir trek olsaydı çox əla olardı. Çünki istəyirikdə elə deyir, futbolçu istəyirik yaxşı, amma bir meydan yoxdur ki, yetimlər yesin, oynasın, bir şey eləsinlər. Eyni məsələdir. Çünki biz bu günləri pilot istəyiriksə, bu pilotluq tələbə olandan sonra yaranmamalıdır. Bu pilotluq artıq sən özünü anlamağa başlayanda 6 yaşında, 7 yaşında sən artıq kartingdən buna bir başlanğıc 100%. Sən buna bax, mənim 28 yaşım var və mənim üçün çox gecdir pilot olmaq üçün. Həm də həmin treklərdə həm də kartinqi də eləyə bilərlər. Yəni bu da istər-istəməz, yəni bu inkişaf elətdirər buna. Təbii ki, düzdür. Çox sevinirəm ki, bizdə bir neçə karting yeri var, amma o da o qədər ucuz deyil. Yəni düzdür, bu avtosport, avtoidman ucuzlu bir şey deyil. Gəlin birinci buradan başlayaq ki, bizim uşaq da pilot olsun deməklə bu iş bitmir. Yəni sən birinci burada bir yatırım eləməlisən və sənin canında nəsə varsa, sponsorlar səni görüb səni cəlb eləməli ki, qardaş, mən sənə yatırım, artıq ailəni qoydum kənara. Mən bir sponsor olaraq yarışlarda səni iştirak eləmək üçün sənə sponsor olmaq istəyirəm. Amma bir şəraitimiz olmalıdır, yoxsa yox, bir trekimiz olsun ki, bu sponsor da görsün ki, bax filan kəs çox qəşəng sürür. Gələn sezon biz artıq ondan danışıqlara başlayaq. Və bu qədər çətinliyin içində bizim drift pilotlarımız Gürcüstana dəfələrlə ildə bir neçə dəfə yarışlara gedir. Düzdür, yenə də deyirəm, Avtomobil Federasiyası bizə dəstək olur. Bizə hal-hazırda son 5 ildir quru sərhəd bağlıdır, bilirik və bununla bağlı bizə icazə verilir ki, tədbirlərlə bağlı ki, siz avtomobilləri quru yolla aparın, iştirak eləyin yarışda, yenidən geri qayıtmağa da bizə icazə verilir. Amma biz gedirik ora və görürük ki, bu gürcülər, bizdə orada sadəcə gürcülər də olmur, ermənilər də olur, gürcülər də olur və biz bunların içində bəzi Rusiyadan gələn pilotlar da olur və biz bunların içində başlayırıq bir baş çıxartmağa, özümüzü göstərməyə. Amma görürsən ki, qardaş, bunların bir yox, bir neçə dənə treki var. Bu gürcü, bəli, bu gürcü insan bu gün yarışa gəlməzdən öncə 3 ay əvvəl, 2 ay əvvəl hər gün buradadır bu adam. Bu adam burada sürür, bu artıq gözüyumlu bu yolu tanıyır. Biz amma Bakıdan gəlirik ki, salam. Neyiniyək? Bizim burada 2 saat, 3 saat vaxtımız var. Onunla maksimum nəsə edə bilirik və avtomobillər də nə qədər biz Bakıdan sazlayıb getsək də bunu sürə bilmirik axı. Orada sürdükcə tak bir problem çıxır. Misal üçün son biz getdiyimiz yarışlardan birində dəqiq vaxt yadımda deyil, sentyabr yoxsa avqust ayları, yay aylarının, yayın sonları idi belə. Deyəsən oktyabr ya sentyabr, nəysə sözüm onda yox. Bizim ölkədən 6-7 avtomobil getmişdi və günün sonunda onun o avtomobillərin demək olar 6-sı da, yoxsa 5-i mi belə texniki problem görə yarışdan kənarlaşdırıldı. İnsan necə eləyək? Çünki biz yoxlaya bilmirik. Biz görək ki, bu avtomobilin zəif nöqtəsi budur. Bu hissəni düzəldək ki, yarışda problem çıxmasından. Biz hər şey düzəldirik, gəlirik yarışa. Orada tam gücümüzü qoymaq istəyirik. Avtomobildə problem çıxır və qalırsan kənarda.
Fəxri bəy, əslində mən qeyd edeyim ki, biz düzdür, insanları maraqlandıran bir çox problemlərə toxunduq, amma düzdür, bizim avtomobil elə mövzudur ki, bunu günlərlə danışsam bitəsi deyil. Amma mən bir daha sizə təşəkkür edirəm gəldiyiniz üçün. Həqiqətən çox maraqlı oldu. Çox maraqlı mövzulara toxundu. İnşallah bizi müəyyən bir qurumlar da eşidər. Bu insanlar üçün bu şəraiti yaradar ki, burada gəlib öz, belə deyim də, potensiallarını üzə çıxarda bilsinlər. Mən də sizə çox təşəkkür edirəm dəvət elədiyiniz üçün. Açığı desəm, mənə çox xoş oldu ki, yenə də avtomobillə bağlı başqa bir yerdə, başqa bir hissədə danışa bildik. Mən də sizə buradan uğurlar arzu edirəm. Layihəniz davamlı olsun. Uzun müddət, illərlə davam eləsin və hər dəfə fərqli-fərqli, maraqlı qonaqları burada görmək mənə də xoş olar. İzləyirəm sizi. Uğurlu olsun. Çox sağ olun Fəxri bəy, minnətdarıq.